Gəlib evə çıxanda basqın ediblər evə. Bakı şəhər baş polis idarəsinin əməkdaşları qızımın yaşadığı ünvana daxil olublar. Zor tədbiq ediblər. Evdə axtarış aparıblar. Evi bu vəziyyətə pianinanı qırıblar. Nə axtarıblar bilmirik. Bütün evi alt üst eləyiblər. Mənim qızımı Ülviyə Quliyevanı sırf jurnalistika fəaliyyətinə görə həbs olunub. Adını da qoyublar saxta valyuta, Meydan TV-nin işi ilə bağlı. Meydan TV-nin əməkdaşlığı olmuyor. Yəni olsa da belə bu cinayət deyil. Sırf jurnalistika fəaliyyətinə görə təqib olunub neçə günlərlə. Özü də dünən görüb. Qızıma da zor tətbiq eləyiblər. Mənim qızım narahatdır, başına da yumruqlar. Nə istədikləri də bəlli deyil. Hamısını qırıb dağıdıblar. Baxın. Termonu nə vəziyyətə salıblar. Evdən də saxta valyuta çıxardıblar. 6500 evrodur nədir? Saxta valyuta özləri qoyub özləri çıxardır. Mənim qızım bəyəm saxta valyuta ilə hərəkət edir. Saxta valyuta nə deməkdir? Bu saxta ittihamlardır mənim qızıma qarşı.